səbəblərdən birincisi imana təsir edən şeytandır. Və həqiqətən də şeytan ən böyük səbəblərdəndir ki, insan imanının zəifləməsinə təsir eləyir və o doğrudan da müminin düşmənidir və görürsən ki, möminlərin qəlbinə gəlir və onların qəlbinə toxunmaq istəyir. Onların qəlbləri zəifləsin, hətta qəlbləri fəsada uğrasın deyənə möminlərin qəlbinə vəsvəsə salmaq istəyir. Və ona görə də insan çalışmalıdır ki, şeytanın bu vəsvəsələrinə təslim olmasın və həmçinin onun bu istəklərinə boyun əyməsin. Əgər belə olarsa, onun vəsvəsələrin arxasıca gedərsə və onun o təhlükəli fikirlərinin dalıyca qaçarsa, insan imanı zəifləyər, insan imanını naqisləşər. Və bu da təbii ki, insanın şeytana isticabət etmə səviyyəsinə görədir. Yəni, insan nə qədər ona cavab verirsə, nə qədər onun arxasıca gedirsə, iman da bir o qədər zəifləyir. Ona görə də uca Allah Subhanahu wa Ta'ala bizi şiddətli dərəcədə şeytandan və həmçinin onun təhlükələrindən çəkindirib və buyurub ki, ona tabi olmaq həqiqətən insana pis sonluq, pis aqibət gətirir. O doğrudan da müminin düşmənidir və belə olduğu halda ondan çəkinin, ona təslim olmayın, onun vəsvəsələrin arxasıca getməyin. Bu arada uca Allah Subhanahu wa Ta'ala bir çox ayələrində buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu lə təttəbi'u xutuvati-şeytan. Ey iman gətirənlər, baxın Allah Subhanahu wa Ta'ala möminlərdir, iman gətirənlərə xitab edir. Ey iman gətirənlər, şeytanın yollarına tabi olmayın. Və وَمَنْ يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ. Və həqiqətən də şeytanın yoluna tabi olmaq, şeytanın insana pis və çirkin şeyləri əmr etməsidir. Başqa ayədə uca Allah Subhanahu wa Ta'ala yenə də şeytan barəsində buyurur ki, İnnəş-şeytanə ləkum əduvvun fəttəxiduhu əduvvə. Həqiqətən də şeytan sizin düşməninizdir, onu özünüzə düşmən tutun. İnnəmə yəd'u hizbəhu liyəkuni min əshabis sə'ir. Həqiqətən də şeytan öz dəstəsini, öz ordusunu cəhənnəm əhli olmağa çağırır. Cəhənnəmə dəvət edir. Uca Allah başqa ayədə buyurur ki, həqiqətən də şeytan insanın açıq-aşkar düşmənidir.